Hər vaxtınız xeyirli olsun əziz Elmin İçində podkastının izləyiciləri. Bugün bir daha qarşınızda maraqlı bir qonaqlayıq. Bugünkü verilişimizin qonağı nevroloq Qalib Əsədov. Xoş gəlmisiniz doktor. Çox sağ olun, təşəkkür edirəm. Sizə də, bizə baxan tamaşaçılara da əsəbləri sağlam, ümumiyyətlə sağlam bir həyat tərzi arzulayıram. Ümid edirəm ki, bu verilişdən sonra onların əsəbləri daha da rahat olacaq. Çünki ən azından beyinləri necə çalışdığını, ümumiyyətlə mütəmadi onların normal həyatlarına necə təsir etdiyini biləndən sonra daha da rahat olacaqlar. Mövzumuza keçid etməmişdən qabaq mən bu yaxınlarda internetdə maraqlı bir cümlə eşitmişdim. Deməli, beyin yeganə orqandır ki, özü-özünü araşdırır. Yəni biz beynimizin sayəsində öz beynimizi araşdırırıq. Maraqlıdır ki, mənə necə oldu ki, sizə ümumiyyətlə bu beyin araşdırmaq, necə oldu bu sizdə bu maraq oyandı bu beyinlə bağlı araşdırmalara, beynin belə deyək, hansı prinsiplərlə çalışmasını öyrənməyinə necə oldu bu tibbə olan marağınız, elmə olan marağınız? Deməli, mənim üçün biz 8-ci sinifdə oxuyanda başladıq insan orqanizmini keçməyə, öyrənməyə. Mənim üçün aydın idi, ürək nə cür işləyir? Klapanlar nə cür vurur, qan hara gedir, kiçik qan dövranı, böyük qan dövranı, böyrək necə olur, süzür, orada hansı təzyiq sistemi var, qaraciyər nə cür işləyir, beyinlə bağlı tam qaranlıq, yuxumuz beyinlə bağlıdır, düşüncələrimiz, yaddaşımız, bizə deyirlər, hamının beynin çəkisi 1300 qramdır, hamıda 100 milyard neyron var, amma bu qorxaqdır, bu cəsarətlidir, bu idmana meyillidir, bu elmə meyillidir. Bəs eyni qədərdirsə beyin, niyə bu qədər insanlar müxtəlifdir? Nədir burada faktor? Niyə mənim bir şey yadımda saxlamaq istəyirəm, o yadımda qalır, amma nəyisə yadımdan çıxartmaq istəyirəm, unutmaq istəyirəm, daim beynimə başlayır dövr eləməyə. Beyində hansı mexanizm və bütün bunlar mənim üçün qaranlıq idi, mistik idi, hətta cəzb edici idi və mən bu sualların cavabını tapa bilmirdim və bu həvəs mən instituta girəndə, universitetə daxil olanda bilirdim ki, mən nevrologiya sahəsi üzrə öyrənəcəm. Çünki beyin mənim üçün tamamilə qaranlıq, niyə suallarının çox olduğu bir yer idi. Bayaq siz dediniz ki, beyin yeganə orqandır ki, özünü alaşdırır. Hətta biz öz beynimizin məhsuluyuq. Bizim beynimizdə gedən biokimyəvi reaksiyaların bir balaca müxtəlif istiqamətdə getməsi bizim şəxsiyyətimizə təsir edir, bizim davranışlarımıza təsir edir. Baxın, adicə bir misal deyim. Hamımız gedirik toya, sakit otururuq, ağıllı oturmuşuq. Başlayırıq bir balaca alkoqol qəbul edəndən sonra biokimyəvi reaksiyalar dəyişir orada. Bəli. Orada alkoqol nə olur? Bizim davranışımız fərqli olur. Biri aqressiv olur, biri başlayır şit hərəkətlər eləməyə. Tam biz dəyişdik. Və bu maraq, bu həvəs məni beyinə gətirdi və universitet oxuduğum dövrdə də tələbə elmi cəmiyyəti xətti ilə elm işlərim də məhz beyindən bağlı idi. Sonradan da nevrologiya sahəsini seçdim və bunu öyrənməyə çalışmaq istədim və yavaş-yavaş öyrəndikcə bütün o niyə sualları gəldi yerinə oturdu. Elə bil ki, puzzle'lardan qurursan, tamamilə qarmaqarışıq fiqurlardır, qurursan ən axırda bir gözəl bir mənzərə açılır. Və bu mənzərəni qərara gəldim ki, bir yerə yazım, bir kitab alında cəmliyim. Və çünki insanların əksəriyyətində beyin haqqında miflər dolaşır. Bugün insan təkcə bizdə yox, amma bütün dünyada beyin haqqında miflər dolaşır və bu mifləri bilməyəndə biz onun yerini doldurur psevdoelm, müxtəlif cəfəng fikirlər, müxtəlif nələr və beləliklə qırışlarda gizlənən sir adlanan belə bir kitab yarandı. Bu kitab nəyə gəlmişkən öncədən tanış olmuşdum. Maraqlandıran, bax, bu miflər dediniz. Miflər ümumiyyətlə beyinlə bağlı çox idi. Özüm də indi öz sahəm üzrə onunla bağlı bir çox mifləri də maksimal dərəcədə indi öz araşdırmam çərçivəsində məhv etməyə çalışırdım. Bir növ yerli mif basters rolunu oynayırdım. Orada ən çox yayılan mif nə idi? Araşdırdığımız zaman güya ki biz beynimizin 5%-ni, 10%-ni biz uşaq vaxtı belə deyək, söhbətlər gəzirik ki, güya ki Lenin öz beyninin 10%-ni istifadə edib, Stalin beyninin 30%-ni istifadə edib, Einstein ümumiyyətlə 70%-ni istifadə edib. Həm də üstəlik 2010 yoxsa 2012-ci il Lucy adlı bir film belə deyim, Hollywoodda çəkilmişdi. O film ümumiyyətlə insanların beyninə o mifi oturtdurdu ki, sən beyninin gücünü 100%-ə çatdırandan sonra Lucy kimi olacaqsan, beyninlə telekinez olacaq və s. və axır.
Buradan bu ortalığa sual çıxır ki, beyin ümumiyyətlə nədir? Yəni bu mən bilirəm təbii ki bunu, yəni anlayıram ki, bu mümkün deyil, amma istər-istəməz izləyicilərimizin arasında da bütün bu məlumatları bilməyən insanlar var da. Yəni bu beyin nədir? Beynin doğrudan da bu telekinetik hər hansısa bir fəaliyyəti mümkündürmü? Belə bir funksionallığı varmı? Bu telekinezdir, enerji çıxır, telepatiyadır, Frekanslardır. qabaqdan ən üzə görmək. Bunlar hamısı psevdo elmdir, yalancı bir şeydir. Gəldik beynin həmişə, hər zaman, hər yer işləyir. Beynin hər zaman, bax bu dəqiqə mən sizinlə söhbət eləyirəm. Eyni zamanda mənim beynim mənim ürək döyüntülərimi nizama saxlayır. Eyni zamanda qanda gedən qlükoza miqdarını ölçür ki, mən acam yoxsa yox. Eyni zamanda mənim digər tələbatlarım haqqında beyinə siqnallar gedir və elə bil ki, beyin bunu nəzarətdə saxlayır. Qan təzyiqimi, bütün digər orqanlarını. Bir növ beyin bədənimizin tanrısı da deyə bilərik. Hamısını idarə edir. İdarə edir. Və hətta mən sizlə danışan ərəfədə, tutaq ki, buradan çıx nəsə qaçsa, mənim beynim hesab eləyə bilər ki, bu mənim üçün təhlükə yarada bilər. Mən çevrilib aşağı baxacam, prioritet keçdi ora. Beyin məni məcburlayır ki, ora bax. Yəni diqqət oradır. Elə bil ki, mən sizə tamaşaçılar üçün rahat olsun deyə belə bir şey izah edeyim. Təsəvvür eləyək ki, Bakıya vertolyotla bu dəqiqə baxırıq. Yuxarıdan baxırıq. Nə görəcəyik? Xaotik hərəkətlər. Maşınlar ora gedir, adamlar hərəsi bir o yana gedir. Bax, beyin budur. Elektrik impulsları qaçışır, xaotik hər yana doğru hərəkət edir. Amma diqqətlə baxanda bu maşınların, insanların hər bir hərəkətinin istiqaməti var. Biri işə gedir, biri bazara gedir, biri həkimə gedir, biri dərsdən gəlir, biri nəsə başqa özün şəxsi məqsədləri üçün gedir. Hər bir hərəkətin konkret hədəfi var. İndi gəlirik evə, Bakının saytını açırıq. Orada nə görəcəyik? Orada mənim bura sizə podkastda gəlməyim yazılmayıb. Mən bugün hansı xəstəni müalicə eləmişəm, o yoxdur. Orada nə var? Bakıda hansısa iri bir cinayət hadisəsi baş versə, o var. Partlayış olubsa, o var. Yeni məktəb tikilib, o var. Tədris sahəsində, elm sahəsində hansısa Bakılı bir adam nailiyyətlikdir. Bax, bu şuurdur. Ən əhəmiyyətli hisslər bizim orqanizmimizdə gedən, ətrafımızda baş verən hadisələrin ən əhəmiyyətli hissəsi bizim beyin qabığına çatır. Qalan hissələr hamısı altdadır. Beyin avtomatik işlər görür. Hətta mən sizinlə danışıram, orada operatorlar mənim haqqımda nələrsə danışırlarsa, mən onu eşitməyə bilərəm. Amma beyin onun səsləri eşidə bilər. Mən podkastdan sonra hansı operatora müsbət və yaxud da mənfi münasibət bəsləyə bilərəm. Çünki beyin o siqnalları tutdu və məni fonda çalışaraq, altda çalışaraq olur. Və bəzən bizə deyirik intuisiya, ürəyimə dandı. Bunlar hamısı beynin ətraf siqnalları tutaraq analiz eləyib gəldiyi nəticədir, gəldiyi qərardır. Gəldik Einstein beyninə. Beyində ümumiyyətlə gəlirik bu beyin qabığından gedir. Söhbət şuurun hansı hissəsi? Beyin qabığında tormozlanma nə qədər yaxşıdırsa, beyin o qədər effektiv işləyir. Məsəl üçün, mən kitab oxuyuram, eyni zamanda seriala baxıram, eyni zamanda musiqiyə qulaq asıram, eyni zamanda kimlənsə telefonla danışıram. Beynin müxtəlif oyanmaq sahələri çox olduğu üçün keyfiyyət aşağı düşür. Məsələn, məlum olub ki, Einsteinin beyində tormozlayıcı neyronların sayı daha çoxdur. Einsteinin beyni tədqiq olunub. Və Einsteinin beyində tormozlanma daha çox olduğu üçün onun beyni daha effektiv işləyir. Hardasa beyin qabığının 3-4% oyaq olub. Bizim kimi adamlarda, adi adamlarda adətən beyin qabığının 8-10% oyaq olur. Əgər beyin qabığı 15%-dən çox oyansa, biz belə xəstələrə deyirik şizofreniya. Yəni, olmayan obyektlər görür, olmayan səslər eşidir, qara basmalar olur, qallüsinasiyalar olur. Yəni, beyin qabığı o qədər oyanıb ki, mənasız olmayan məsələləri dərk edir. Beyin qabığının 20%-dən çox oyananda, beyində oyanma o dərəcədə güclüdür ki, epileptik qıc olma tutması baş verir. Xəstədə bütün əzəllər qıc olur, xəstə huşunu itirir, yıxılır. Ona görə beyin qabığının nə qədər az hissəsi oyanıqdırsa, bizim diqqətimiz o qədər daha yaxşı fokuslanıb. Təsəvvür edin ki, radionu açmışıq, bir dənə mahnı oxuyur və eyni zamanda şum var. Bizim beynimiz şumla işləyən bir orqandır. Biz digər şumları tormozlaya gəlirik, konkret bir dalğanın üstündə daha aydın eşidirik. Yəni, tormozlanma nə qədər çox olsa, bizim diqqətimiz o qədər mükəmməldir,
o qədər yaxşıdır. O qədər dar çərçivədə fokuslanır məsələ. Bəli. Ona görə də kiminsə beyni 20% işləyirsə bu yaxşıdır, beyin qabığı 20% işləyirsə bu yaxşıdır. Bu əslində düz deyil. Beyin bəli. Bax bayaqlara dediniz ki, müəyyən sayı qədər açıqdır beyin, qabığından söhbət gedir də, şuuru açıqdır daha doğrusu. Ümumiyyətlə bunu necəsə fərdlər, başqa fərdlər bunu aktivləşdirə bilər. Mən məsəl üçün bu Einsteinın beyninlə bağlı belə deyim, sənədi filmlərə baxanda, hətta araşdırmalar falan, məqalələr oxuyanda belə bir detala fikir vermişdim. Onun beyninin üzərindəki qırışlar daha çox idi və səhv etmirəmsə sol tərəfdə qırışlar çox idi da onun skripkada ifa etməsi ilə bağlıdır. Mən məsəl üçün özümdə nəyi kəşf etmişdim? Pianino ilə uzun müddətli ümumiyyətlə məşğul olmurdum. Uşaqlıq travma idi mənim üçün. 23-cü ilin noyabrından başladım pianinoya getməyə. Pianinoya gedəndən sonra artıq sol yarımkürə ilə sağ yarımkürə birlikdə unisonda çalışmağa başladım. Çünki pianino ifa etmək üçün beyin çox aktiv çalışır, ikisi də birlikdə çalışır. Özümdə yüngül dəyişikliklər hiss etməyə başladım. Çünki əvvəl diqqət eləmədiyim şeyləri görməyə başladım. Tamamilə təfəkkürün və analizin başqa cür getməyə başladı. Yəni bunu insanlar özləri üzərində işləyərək beyinlərini bir əzələ kimi inkişaf elətdirə bilərlərmi? Yoxsa bu sadəcə olaraq bizə doğulduğumuz zaman genlərin müəyyən mutasiyaları və yaxud da xaotik seçim nəticəsində gəlir? Deməli belə, beynin anatomik quruluşu, qırışların sayı, miqdarı, ölçüsü dünyada olan, əgər qüsurlu doğulmayıbsa, dünyada olan bütün insanlarda eynidir. Yəni uşaqda nə cürdür, məndə də o cürdür, böyükdə. Yəni irqindən, dinindən, millətindən asılı olmayaraq anatomik quruluş eynidir. Bayaq dedim, beyin quruluş vahidi neyrondur. Yəni neyronlar var. Biz hər dəfə nəsə öyrənəndə neyronlar arasında əlaqə yaranır. Biz buna sinaps deyirik. Sinaps. Mən yadınızdadır yəqin ki, 8-ci sinifdə Pavlov biz keçirdik. Bəli. İtə zəng çalınırdı. İt sakitcə durub baxırdı. Pavlov itin tüpürcək vəzisinə fistul qoymuşdu. Sonradan hər dəfə zəng çalınanda itə yemək də verilirdi və bundan sonra yemək verilməyəndə belə zəng çalınan kimi itin tüpürcək vəzisinə əvvəllər it öyrəndi ki, zəng çalındısa mənə yemək veriləcək. Zəng eşitmə mərkəzi gicgah payında yerləşir, tüpürcək ifraz eləmək mərkəzi beynin aşağı paylarında. Ora ilə orasında yeni bir əlaqə yarandı, kanal yarandı. Biz hər dəfə nəsə öyrənəndə yeni bir sinaps yaranır, yeni bir kanal yaranır, yeni bir əlaqə yaranır. O adam ağıllıdır ki, onun beynində sinapsların sayı çoxdur. Biz ona müdrik adam deyirik. Deməli, müdrik olmaq üçün nə etmək lazımdır? Öyrənmək lazımdır, oxumaq lazımdır və mümkün qədər çoxlu informasiya qəbul etmək lazımdır. Hər informasiya qəbul edəndə, hər bir yeni nəsə material öyrənəndə yeni əlaqələr yaranır. Və bu yeni informasiya hətta mən deyim ki, bizə zövq verir, bizə pozitiv emosiya yaradır. Biz hansısa bir şəhərə gedirik, mən yadımdadır ki, mən Şəkidə yaşayırdım, bizə Bakıdan qonaqlar gəlirdilər və baxırdılar, ay da dağa bax, ay sərsə belədir, nədir, mən fikirləşirdim, bu dağda nədir, qəribə bir şey var. Bəli, konfor zonamızdan. Amma biz hara istirahətə gəlməyə gəldik. Mən bu gün də Bakıya gəlirdik və dənizə getmək, ay da dənizə bax, adama üzünə qaytarır dəniz və s. Bizim üçün o yeni informasiya idi. Yeni informasiya ona görə bizdə pozitiv emosiya yaradır ki, yeniliyin fonunda biz öyrənirik və nə qədər çox bizim beynimiz informasiya qəbul eləsə, çətin vəziyyətdə bizim sağlam qalmaq şansımız o qədər çoxdur. Yaşamaq uğruna mübarizədə belə fərdin qalib gəlmək şansı daha çoxdur. Yeri gəlmişəm, bu təkcə bizə aid deyil, sana da aiddir, pişiyə da aiddir. Bura mən bir dənə pişik it buraxsan, baxıcı, axtarıcı, harada dəlmə deşik var, harada gizlənmək olar, harada qidalanmaq olar, ətraf aləmi öyrənicikdir. Yəni, yeni informasiya beynimizi inkişaf elətdirmək istəyirsə, beynimizi məşq elətdirməliyik. Crossword işləmək, intellektual oyunlar oynamaq, kitablar oxumaq, səyahətə getmək, gəzməyə getmək. Yəni, maraqlandığımız sahədə yeni informasiyalar eləmək beyni məşq elətdirir və hətta məlum olur ki, məsəl üçün 4 dənə xarici dil bilən adam Alzheimer xəstəliyinə tutulmur. Beyin arasında əlaqələr o qədər möhtəşəmdir ki, beynin bir hissəsi zədələnib sıradan çıxsa da, digər hissələri kompensasiya edilir. Kompensasiya, çünki əlaqələr yaradır. Demək ki, ona görə tarixən
kitab ilk yazıları əslində rahiblər yazıblar da, ümumiyyətlə ilk yazıları və s. Babildə və tüccarlar, tacirlər. Bəli. Ona görə onlar daha çox müdrik və Əlbəttə. ağıllı olublar, çünki daha çox yer Gəziblər. görüblər, daha çox məlumat görüblər. O ki qaldı musiqi, musiqi beynimizə xüsusi güclü emosional təsir eləyən bir vasitədir. Məsəl üçün hətta filmlərdə belə nə təri emosional hadisə olursa olsun, insan insanı öldürür, yaxud da sevir. Fonda musiqi səsi getmirsə o bizə təsir eləməyəcək. Bəli. Fonda olan musiqi bizim hisslərimizə təsir eləyir. Mən hətta həmişə deyirəm ki, toyda bu davalar zatlar düşür, adətən bizdə olur da. Bunu biz qoyulur alkoqol içkinin üstünə, araq içki onun üstünə də öyle musiqi, marşlar. Döyüşə gedəndə nə olur? Cəngi, marş. Bəli, bəli. Bizdə qanımıza dopamini o qədər çoxaldır. Əcdadlardan gələn o his. Döyməyə bütün o marşlar, bütün hərbi bu şeylər bizim qanımızı coşdurur. Siz toyda məsəl üçün Naz eləmə mahnısını oynayan adamın da sifətinə baxın, yallı oynayan adamın sifətinə baxın, tutaq ki, Ləzginka və yaxud da belə mahnıya rəqs eləyən də sifətinə baxın. Burada artıq gəlir, o qədər coşdurur ki, insan dalaşmağa obyekt axtarır. Yəni, musiqi bizim beynimizə olduqca təsir eləyir. Hətta ibtidai musiqi təhsili olanın intellekti musiqi təhsil olmayan intellektindən fərqlənir. Çünki yeni yaranan sinapslar həm də emosiya mərkəzləri ilə əlaqə yaradır. Və hətta mən sizə bir söz deyim, psixologiyada Mozart effekti var, Mozart fenomeni var. Məlum olub ki, tələbələr, şagirdlər klassik musiqi sədaları altında daha yaxşı nəticə göstərirlər imtahandan. Ona görə də musiqi seçimi uşaqlara öyrənilməlidir. Hətta laylalar var, bizim laylalarımız, analarımız musiqi sədaları altında və yaxud da fonda hansısa musiqi sədaları bizim emosional sferamıza təsir eləyəcək. Bu və ya digər formada. Ya ağladacaq, ya güldürəcək, ya da nostalji yaradacaq. Ona görə qətiyyən mən həmişə deyirəm, ağlamalıyız ki, mahnılardan, musiqilərdən uzaq olmaq. Uzaq durmaq. Mən yadımdadır, mən Bakı Dövlət Hüquq Fakültəsində axırıncı bu dövlət imtahanlarına hazırlaşanda 2 dənə metod görmüşdüm, internetdə yayılmışdı. Deməli, bir xüsusi iyilər olur da, bu mütləq deyil ki, hər hansı bir tütsü falan olsun. Adi bir adikalon da ola bilər. Onu iynəyirsən və nəyəsə oxuyursan və paraleldə musiqidə olsa, ümumiyyətlə daha çox təsir edəcək. Deməli, mən nə etdim? İmtahana girməmişdən qabaq məhz özümə o adikalonu vurdum və ora yolda gedəndə qulağımda ancaq o mahnı gedirdi, hansı mahnı sədalarında. Ora gəlib çatanda, onu götürəndə məhz həmən o bileti çıxardanda o biletdəki yadıma düşmədi, o mahnı yadıma düşdü və oradan birbaşa olaraq oxuduğum yadıma düşdü. İndi başlayın demək ki, sən demə bizim beynimiz assosiativ çalışır. Əlbəttə. Bəli, assosiativ çalışır. Assosiativ çalışır. Və bizdə assosiativ təpə payı digər canlılardan üstündür. Ona görə biz daha ağıllıyıq. Əlbəttə, bizdə assosiasiya möhtəşəmdir, mükəmməldir. Və hətta mən sizə bir söz deyim, adikalon iyi ətirindən deyirsiniz. Nanə, təzə biçilmiş otun ətri, reyhan, qoxusu, qavrama qabiliyyətini yaxşılaşdırır, sürətləndirir, bəli. Buradan sadəcə olaraq bir nəticə çıxıram ki, demək ki, bizim beynimizi inkişaf elətdirmək sayəsində biz elmi artırırıq, ümumiyyətlə elmi inkişaf elətdiririk və elmi inkişaf elətdirdikcə beynimiz də bundan qidalanır, güclü olur. Demək ki, bu bir-birinə olan kompleksli şəkildədir. Yəni, demək ki, bunun nəticəsində biz rahatlıqla deyə bilərik ki, elmlə məşğul olmaq həm beyninizi, həm sizi ümumiyyətlə bir şəxsiyyət kimi də artırır. Belə bir sual ortaya çıxır ki, mən gələcəyin misal üçün elm insanları nə etməlidirlər ki, onlar beyinləri inkişaf etsin və ümumiyyətlə elmi işlərində belə deyək, süni intellektlə bağlı çoxlu sayda miflər var ki, bizim işimizi əlimizdən alacaq və s. Bununla bağlı da araşdırma aparmışdım. Ehtimallara görə 2030-cu il, 2035-ci ilə qədər təqribən 70% insan öz işini itirəcək. Bu da hansı işlərdir? Bu əsasən ya kassirdir, ya misal üçün mühafizəçi və s. işlər itirəcək. Daha çox beyinə fokuslanan işlər qabardılacaq və yəqin ki, yeni işlər də yaranıb. Prompt injinerlər, nə bilim, video hazırlayanlar və s. Bu gələcəkdə elmi işlərin məhz beynin sayəsində bir şey yaratmaq istəyənlər nə etməlidirlər o zaman? Sizcə bu inteqrasiya necə baş verəcək? Elmdən bu beynin olan təsiri, süni intellekt necə baş verəcək bu sizcə? Ümumiyyətlə hansı sahədə olsun, elmi işləyəndə bu tarix də ola bilər, fəlsəfə də ola bilər, həkimlik də, tibb sahəsi, riyaziyyat da. Gənclərə nə deyərdim? Həmişə niyə sualının arxasınca qaçsınlar. Niyədir? Sadəcə faktları əzbərləmək, düsturları əzbərləmək, testləri əzbərləmək, müxtəlif müəlliflərin əsərlərini
əzbərləməklə bir şey olmaz. Lazımdır öyle Spartak neçənci ildir üsyan elikdi. Bəli. Lazımdır Spartak niyə ayağa qalxdı? Niyə ayağa qalxdı? Niyə oturmuşdu da özdə gladiatorların başında dururdu. Tənqidi Yeyirdi, tarix içirdi, özünü niyə təhlükəyə salırdı ki? Niyə türklərin köçü başladı? Niyə duran yerdə Çingiz xan Orta Asiyada Çini tutmaq istəyirdi, durdu Rusiyaya, Praqaya gəldi çatdı. Nə baş verdi? Niyə baş verdi? Və o cümlədən təbabətdə də elmin istənilən sayəsində tarixə adını yazmış alimlərin hər biri niyə sualın dalınca qaçanlar olubdu. Ona görə də faktları əzbərləmək, toparlamaq yox, niyə sualın arxasınca qaçmaq lazımdır. Və Einstein yeri gəlmişkən nisbilik nəzəriyyəsini hazırlayanda 26 yaşı var idi. Bəli, bəli. Və ona gülürdülər də. Sadəcə bizdə bilirsiniz nətərdir? Bizdə Sovetdən qalma bir iyerarxiya sistemi yaranıbdı. Professor söz deyəndə ki, bu belədir, öyle belə deyir, mən 30 ilin professoruyum, sən durmuşsan, mənə iş öyrədirsən. Amma Qərbdə, Avropada 26 yaşında Einstein Newton fizikasını yerinə yetirəndə ona qulaq asdılar. Tərəfdarlar oldu, əleyhidarlar oldu, amma hər halda qulaq asdılar. Bax, professorlar, elmin başında duranlar, onlarla mübahisə eləyən gəncləri qiymətləndirməlidirlər. Onlarla mübahisə eləyən səhv dedirsə, qoy desin. Bu iyerarxiya sistemi götürməlidir. Tələbələr də qorxmamalıdırlar. Qorxmalılar və araşdırmalılar niyənin arxasınca. Və düşünməyin ki, yox, mən bacarmaram, mən eləyə bilmərəm. Newton özü pandemiya idi. Pandemiya dövründə çıxdı, getdi kənddə başına Ümumdünya Cazibə Qanunu yaratdı. Onun neçə yaşı var idi? 18-19 yaşı var idi. Ümumdünya Cazibə Qanunu adam optika üzrə kitab yazdı. Bəli. Bekar idi, otururdu. Yəni deyirəm, bugün elmdə suallar, niyə sualları həddindən çoxdur və ola bilər ki, siz gələcəyin dahisi ola bilərsiniz və harda yaşamağınızdan asılı olmayaraq. Elon Musk Afrikada doğulubdu. Afrikadan gəlib və bu günlərim Amerikada büdcəsi dövlət büdcəsindən az qala bərabərdir. O bu dəqiqə Trump'ın yanındadır və onun işlərini görür. Yəni istənilən harda olmağından asılı olmaq, niyə sualın dalında cavablamaq lazımdır və elmin başında Azərbaycanda duran adamlar da gənclərə işıq yanırmalıdırlar. Demək ki, əsas problem sizcə məhz budur da, gənclərə verilməyən şanslardır sizcə, yoxsa? Gənclərə verilməyən şanslar var, özü də çoxdur. Bilirsiniz nətərdir? Bizdə yaranıb, bax, Azərbaycanda cərrahiyyə inkişaf eləyibdir, cərrahiyyə sistemi. Çünki Topçubaşov bir məktəb yaratdı. Gör, Topçubaşovun yaratdığı məktəb, cərrahiyyə məktəbi. Onun eləmədiyi əməliyyatlar bugün olunur. Amma məktəbi qurdu getdi və onun tələbələri ondan sonra gələnlərə təkan verirlər. Və yaxud da urologiya sahəsi. Bu günlərim nətəri əməliyyatlar olunur. Çünki Cavadzadə bir məktəb yaratdı. Və Cavadzadənin məktəbi dünya... Çox təəssüf ki, digər professorlar bəzən qısqanclıqla yanaşırlar. Məsəl üçün, mənim oğlum Tibb Universitetini qırmızı diplomla bitirib. Masteri, magistraturanda qırmızı diplomla bitirib. Və elə imtahan olmayıb ki, o 98 ya 99 bal toplasın, 100 bal toplasın. Və elmə həvəsi var. Və kafedrada adı yadımdan çıxıbdır, əməkdaşlarından biri deyir ki, biz sizi kafedrada saxlamaq istəyərdik, amma siz bizə lazım olandan çox bilirsiniz. Deyirlər, overqualified, çox peşəkarsan. Bugün Avropaya, Polşaya getdi. Amma burada təkan belə gəncləri, 700 bal toplamış gənclərə xüsusi dəstək lazımdır. Təhsil Naziri tərəfindən, elm tərəfindən və bunlar gənclərin bəlkə də ifadə biraz kobud səslə bilər, qaymaqlarıdır, ən gözəlləridir, ən seçilmişləridir. Və bunlara necə olimpiya çempionlarına münasibət bəslənir? Belə münasibət bəslənilməlidir ki, İstənilən xalq, istənilən ölkə, istənilən millət elmin sayəsində qabağa gedəcək. Bugün dünyada sözünü deyən dövlətlərin hamısı elmi texniki tərəqqinin sayəsində bu mərtəbəyə çatıbdır. Yaponiyadan başlamış, Almaniya, Amerikanın özünə qədər. Amerika neynədir? Qıraqlarda yerləşən elm adamlarını cəzb elədi Birləşmiş Ştatlara. SSR-dən nə qədər elm insanını çağırmışdı özünə? SSR-dən bütün dünyadan elm bu gün də cəlb eləməkdə davam eləyir. Və məhz elmi Avropa niyə inkişaf elədi? 500 il qabaq vermiş elmi inqilabın nəticəsində. Və bizim gələcəyimiz elmləndir.
və təhsil sistemində, elm sahəsində işləyən adamlar gənclərə düşünürəm, istedadlı gənclərə dayaq durmalılar. İstedadsızlar onsuz öz yerini tapacaq. İstedadlı adamları küstürmək olmaz. Rus dilində belə bir ifadə eşitmişdim. O uşaq idim mən 8-də oxuyurdum. Bizdarnosti prorвутся sami, a talentom нужно помогать. Yəni heç bir istedadı olmayan insanlar özləri bir yer tapacaq, amma istedadlı insanlara dəstək və təkan vermək lazım. Çox vaxt çünki hətta mən bunu araşdırmışdım. Deməli imposter sindromunu keçirirlər ki, özlərini bu vəziyyətə layiq görmürlər. Mən özümdə olub dəfələrlə, məsəl üçün mən qıraqdan kimsə tərif deyib, mən demişəm ki, yoxdur, mən ümumiyyətlə burada nə işim var, özümü layiq görməm, amma qıraqdan analiz eləyəndən sonra nə işlər görmüşəm, analiz edəndən və qıraqdan digər istedadı olmayan, bilirəm ki, istedadı yoxdur, amma nəsə eləyəndə görürəm, yox, doğrudan, yəni mən gərək eləyərdim. Bu imposter sindromu özümü lazım olmayan yerdə hiss eləməyə mənə əksinə bir çox belə deyək, şanslarımdan əlimdən alıb. Məsəl üçün Charles Dickens səfil bir uşaq idi və ayaqqabı tikən bir uşaqların səfil, valideyni olmayan uşaqların olduğu bir yerdə yaşayırdı və daim siçanlar gəzən bir çardaqda yaşayırdı. Yaşamağa yeri yox idi. Amma günlərin bir günü yazdı, yazdığını apardıqdan sonra jurnala verdi və jurnalın redaktoru onu təriflədi, onu yaxşı sözlər dedi və ilk dəfə olaraq qəzetində onu çap elədi. Və Charles Dickensə bu tərif elə xoş gəldi ki, dahi bir yazısı oldu. Oliver Twistin macəralarını yazdı. Oliver Twist yeri gəlmişkən öz başına gələn hadisələrdir yazıbdı ora. Yəni bu cür insanlara, gənclərə kiçicik bir tərif onları gələcəkdə dünyanın möhtəşəm bir insanına çevirə bilər. O deməsin ki, ay bizim coğrafiya belədir. Coğrafiya qədərdir, talihdir, bəli. Bakıda da olmuş Landau Nobel mükafatı alıb. Bəli. Yəni Bakıda da olub da. En qədər adamlar var ki, tamamilə bu günlərin dünyada bestsellerə çevrilmiş əsərləri ilə tanınan Xalid Hüseyni Əfqanistanda da olub. Bəli. Ən geri qalmış dediyimiz bir ölkədə də olub və bu gün Xalid Hüseyninin kitabları ən çox oxunan ədəbiyyatda film çəkilir, Hollywood film çəkir sərpələng turanlara. Demək ki, coğrafiya taleyi deyil, sadəcə olaraq beynimiz o out of the box deyilir, o belə deyim, o qabdan kənara çıxmalısan da, o çərçivədən çıxmalısan ki, biraz qlobal düşünməliyik də sizcə onda. Onda buradan bir sual məndə yaranır ki, sizcə bu globalizasiyada, ümumiyyətlə bu təhsilə olan dəstəyin nəticəsində 20 ildən sonra, 30 ildən sonra bu ümumi təhsilin vəziyyətini sizcə necə qiymətləndirirsiniz? Yəni əminəm ki də bir 10 illik, bir 15 illik sizin əlinizdə bir yəqin bir bazalar var da, beyinləri araşdırmısınız, ümumi vəziyyəti görmüsünüz və s. Sizcə biz hansı tərəfə gedirik? Degradasiyaya gedir, yoxsa əksinə progresə gedirik sizcə? Çünki mən bu yaxınlarda bir dostumla danışanda ona bir sual verim, dedim təsəvvür edək ki biz misal üçün 7-ci əsrdə yaşayan bir insanı götürək, səhraya ataq. Müasir dövrdə yaşayan bir insanı da götürək səhraya ataq. Səncə kim sağ qalacaq? Deyirəm, məncə 7-ci əsrdə yaşayan insan daha yaxşı sağ qalacaq. Çünki ən azından ulduzları falan tanıyır. İndi bizim əlimizdə applicationlar, tətbiqlər olmasa, Night Sky tipli application, biz bilməyəcəyik ki, bu Veneradır, yoxsa nədir, amma o insanlar bilirdilər. İndi ən azından bu o 7-ci əsrdən bu günə qədər əgər bu Walter qardaşları deyəsən, bu ilk təyyarəni çıxardan, nə bilim Nikola Tesla'nın ortağa çıxartdığı bir çox onun mühəndislik möcüzələri, Albert Einstein'in belə deyək çıxartdığı nisbilik nəzəriyyəsi və s. bunlar bizim inkişafımıza mı gətirir, yoxsa texnologiya bunu bir tərəfdən bizi tənbəlləşdirir? Siz necə görürsünüz? Yox, texnologiya istənilən halda inkişafa gətirə çıxarır. İstənilən halda. İstənilən halda. Məsəl üçün, hətta bizim dövrün uşaqları ilə indiki dövrün uşaqları arasında dünya görüşü cəhətdən fərq var. Fərq var. Yəni onlar beyin daha yaxşı inkişaf eləmişdir. Çünki beyinə daha çox informasiya daxil olur. Ətraf mühitdən. Belə. Bu belə. Hər şey asılıdır təhsilin nə cür təşkil olunmasından. Bu günlərin elə məktəblər var ki, çox olduqca keyfiyyətli təhsil verir. Elə məktəblər var ki, təhsil demək olar ki, yox səviyyəsindədir. Çox təəssüf ki, keyfiyyətli təhsil verən məktəblər adətən pullu olurlar, özəl olurlar. Bəli. Məsəl üçün, mən sizə bir söz deyim, mən əyalət məktəbində oxumuşam, Şəki şəhərində, 3 saylı orta məktəbdə. Biz bütün Newtonun təcrübələrini, kimyada olan təcrübələri, hamısını bizə göstərirdi müəllim.
Bu günlərin mən Newton ikinci qanunu siz məndən sorsanız yadıma düşürdü ki, arabaları müəllim toqquşdurdu, sonra onun üstünə çəki qoydu. O az getdi, bu çox relslərin üstündə avtomatik çünki mənim cavabını praktik tətbiqi olaraq görmüşəm. bəli. Çünki bizdə görmə nahiyəsi beyində daha geniş sahəni tutur. Nəinki eşitmə və yaxud Bəli. bir də var ki, oxuyursan, əzbərləyirsən. Newton ikinci qanunu F bərabərdir M-dir, üçüncü qanunu F mənfi F1. Belə əzbərlə. Beyində sol yanlar və Bəli. Və kimyadan olan bu gün neytrallaşma reaksiyaları nədir? Mən olan qələbələr və s. Bu günlərim bax uşaqlara bu göstərilmir. Hətta bizim məktəbimizdə bir kinozal var idi məktəbin özündə. O Rezerfordun təcrübələri var idi, optik iynə azatla bağlı təcrübələri, tədris filmləri olurdu. Tədris filmləri, özə o tədris filmləri rusca olurdu, müəllim bizə tərcümə eləyirdi. Biz gedirdik o təcrübələri kinofilm şəklində baxırdıq. Biz ədəbiyyat dərsində Vaqif dramını keçirdiksə, müəllim bizə rolları bölüşdürürdü, hərə bir rol əzbərləyirdi və biz tamaşanı qoyurduq. Ən pis oxuyan belə Vaqif dramında nədən bəhs edib getdiyini bilirdi. Təhsildə bu günlərim, bilmirəm nə sistemdir, hansı sistemdir, bax, mən soruşuram, öyrənirəm. Bu yaxında bir təhsil üzrə ekspertlə danışıram ki, birinci sinifdən ingilis dili keçmək insanların psixologiyasını pozaraq, bu heç öz dilində danışa bilmir. Deyir, birinci sinifdə kifayət qədər mütaliə eləyibsə, birinci sinifə gələn adam hərfləri tanımır, bu nə cür mütaliə eləyə bilər? Yəni, bu dələcə ilk dəfə uşağın ilk tanış olduğu kitab dərslikdir. Əgər dərsliyə qarşı onda nifrət əmələ gəldisə, onun kitaba və elmə qarşı olan nifrət yaranacaq. Və çalışmalıyıq ki, elə dərsliklər olsun ki, əsas dərslik problemi həddindən çoxdur bu günlərimizdə. Uşaq dərsliyi sevsin. İkinci sinif təhsilində Qavroşdan, Kazettadan danışılır. Bizim gözəl şeirlərimiz vardı, Gəl Ayaz günləri, ya Uşaq və Buz və s. Gözəl Azərbaycan uşağı üçün daha yaxşı qavranlar. Bu şeirlərin hamısını dərslikdən çıxardıblar. Və Victor Hugo'nu ikinci, üçüncü siniflərdə, ibtidai siniflərdə keçəndə gəlir uşaq o dərsliyə də nifrət eləyəcək, elmə də nifrət eləyəcək. Mən Victor Hugo'nu 33 yaşım var, indi anlamağa başlamışam. Bəli. Yəni ikinci sinifin şagirdi. Qavroşu, Kazettadır, nə bilim, cürbəcür belə şeylərdir. Ora lazımdır Qaraca qızı qoymaq. Mən yadımda biz 3-cü sinifdə Koroğlunu Alı kişi boyunu keçdik. Sonra orada yarımçıq qutarırdı. Axırı nə oldu? Mən getdim kitabxanadan Koroğlu kitabını aldım, başladım dalını oxumağa. Və belə məndə kitab oxumağa həvəs yarandı. Da o kitab əsəri, bəli. Amma indi dərslikdə yazılır ki, Koroğlu Cəlallilər üsyanının başında duran xalq qəhrəmanıdır. Cəlallilər üsyanı neçənci ildə yaranıbdır, nə yaranıbdır və quru elə bil qəzet məqaləsi kimi bir məqalələrdir və bu uşaqlarda çox təəssüf ki, dərsliyə, məktəbə qarşı həvəsi söndürə bilər və bu təhlükəlidir düşünürəm. Yəni sırf biz bu metodiki yanaşmanı dəyişməliyik sizcə. Yəni ümumiyyətlə universitetlərdə də bu səviyyədədir, problem yoxsa necə? Siz baxın, fikirləriniz mənim yanıma gəlirlər Tibb Universitetinin hərdən tələbələri, bu yaxında gəlmişdilər. Nevrologiya haqqında nələrsə öyrənmək üçün. Təsəvvürləyin, anatomiyanı onlayn keçiblər. Meyit görməyiblər. Meyitdə o əzələlərdir, o nələrdir, bizə onu görsədirdilər və bizə məcbur edirdilər ki, sümükdə, meyitin üstündə onları görsədək. Biz dərslərimizi xəstəxanalarda keçirdik, xəstənin üstündə. Mən yadımdadır ki, 4-cü kursdan sonra mən dəfələrlə hansısa cərrahın yanında dərsimiz olduğu üçün ikinci assistent kimi yuyunurdum, cərrah girirdi, assistent girirdi və mən də onlara köməkçi kimi girirdim. Mən yox, ümumiyyətlə bütün tələbələr girirdi. Bugün o praktiki məşğələlər yoxdur. Praktiki məşğələlər azdır, keyfiyyətli deyil. Və ona görə də Tibb Universitetinin tələbələri qutaran kimi gedirlər Türkiyə, Almaniya, müxtəlif yerlər ki, praktika öyrənsinlər, qazansınlar. Bax, təhsil sayəsində, bilirsiniz nətərdir? Hər şey Sovet sistemidir deyə üstündən xətt çəkmək olmaz. Sovet təhsilinin yaxşı tərəfləri olubdur. Yaxşı tərəflər, özdə o Sovet təhsili deyil, o əslində Alman təhsil sistemidir. Bəli. O Alman təhsil sistemidir, onu gətirdilər, Sovetə tətbiq elədilər. Sovet təhsil sisteminin hamısının üstündən bu naftalin iyi gəlir, bunu lazım deyil, nə eləyib. Bu bilirsiniz nəyə oxşayır? Bizdə bu dəqiqə nə yaranıbdır? Məsəl üçün bizdə yol hərəkəti qaydalarına görə maşın sağla getməlidir, yolun sağ tərəfi ilə getməlidir. Elə ölkələr var ki, sol tərəfdən gedirlər. Bəli.
Deyirik, eksperiment eləyək görək. Maşınların bir hissəsi sağla getsin, bir hissəsi solla getsin. Görək nə olacaq, nə nəticələnəcək. Və belə bir xaotik bir mənzərə yaranıbdır. Sistemlər belə qəribə şəkildədir. Mən çox arzulayıram ki, mən yanlış olum və bugünkü təhsil daha keyfiyyətli, elmə marağı olan insanlar yetişdirsin. Amma siz özünüz baxsaz, özünüzün hazırladığı podkastlara, elmi podkastlara baxsaz və yaxud da elmi mövzularda olan söhbətlərə baxsaz, əksəriyyəti orta və yaxud da yaşlı nəsildir. Bəli. Siz orada gəncləri çox nadir halda görə bilərsiniz. Biz ona görə elə çalışırıq ki, podkastlarımızda, məsələn, bundan qabaq da gənc təhsil nümayəndələrini çağırmışıq. Çünki hazırda da təhsildə məhz gənclərin rolunun önəmini yüksəldiyini görürük. Çünki biz bilirik ki, məsəl üçün nə qədər də biz köhnə necə deyim, Sovet sisteminin əlbəttə ki, üstünlükləri var idi. Bu danılmaz təbii ki. O dövrə görə çox unikal bir təhsil sistemidir ki, hazırda bir çox işləm mexanizmləri məsələn oradan istifadə olunur. İndiki dövrə uyğun olmayan məsələlər də var. Amma oradan qalan dediğimiz o mən neçə ilin professoruyam. Bəs məndən yaxşı biləcəksən. O məhz o pis tərəfidir. O yarıxı oradan yaranır. Bəli, amma gənclərə verilən şanslar və s. daha çox Avropadan, daha liberal cəmiyyətlərdən gələn bir şeydir. Ona görə də biz iki tərəfi də görmüş bir cəmiyyət olaraq biz hərəsindən ən yaxşısını götürməliyik maksimal dərəcədə. Mən bir həkim və müəllim ailəsində böyümüş bir insan olaraq mən gözümü açandan ya tibbi ensiklopediyalar görmüşəm, sepsis. Yəni mən 6 yaşımda niyə sepsislə tanış olmuşam bilmirəm, amma ensiklopediyalar qabağımda olan bunlar idi və kibernetika üzrə kitablar vardı evdə. Adam tətbiqi riyaziyyat qurtarmışdı o vaxtı. Riyaziyyatçıdır özü də. Bu iki sahəni də görəndə əvvəllər təbii ki, bunların arasında bir əlaqəni görmürdüm. Yəni tibbin bir elm olaraq uşaq idim təbii ki. Amma illər keçdikcə tibbin özünün də daxilində müəyyən riyazi düsturların, müəyyən riyazi faktorların və s. olduğunu gördüm. Bizdə sanki bir elm deyəndə ümumiyyətlə tibb nümayəndələrini sanki nəzərdən keçirmirlər. Halbuki elə məncə ən böyük elm nümayəndələri tibbdə ümumiyyətlə məhz tibblə çalışan, çünki bunun laborator tərəfi var, bunun praktiki tərəfi var və s. Bu bizim də izləyicilərimizə bir şey mesaj kimi ötürəkmi, yoxsa necəsə bunlara göstərəkmi ki, tibb elə birbaşa olaraq elmin təməlindədir və elə tibbin sayəsində də bu dəqiqə biz özümüz müəyyən elmi müfəvvəqiyyətlər əldə etmişik. Bu necə əsaslandıra bilərik? Ümumiyyətlə elm nədir? Elm eksperimentdə özünü əsaslandıran, təsdiq eləyən, eksperiment aparmaq mümkün olan, hətta yeri gələndə inkar eləmək mümkün olan bir tədqiqat sahəsidir, obyekt sahəsidir. Bütün elmlərin başında riyaziyyat gəlir. Hətta mən deyərdim ki, humanitar bizim hesab elədiyimiz elmlərin də kökündə, mayasında riyaziyyat gəlir. Nəhaq yerdəmlə riyaziyyat ağlın, beynin gimnastikasıdır. Yəni riyaziyyat əsasdır və bütün fikir versəz universitetdə riyaziyyatda mütləq imtahanlar olur. Bəli. Belədir. Tibb elmi bugün tibb elminin sayəsində biz yoluxucu xəstəliklərə qalib gəlmişik. Çiçək kimi xəstəliklər və s. bugün yoxdur artıq. Hansı ki, orta əsrlərdə yer kürəsinin 1/3-ni məhv eləmişdi. Taun, vəba və s. Biz yoluxucu xəstəliklər bugün bizim üçün təhlükəli deyil. Ömrü 2 dəfə uzatmağa nail olmuşuq. 1900-ci ildə orta ömür 37 il idi. Bəli. Gəlib indi 60-70 ilə gəlib. 77-78 deyirsən. Bəli. Əvəzində başqa xəstəliklər qazanmışıq. Tutaq ki, xərçəng, infarkt və s. insult. Amma infarktda da elm qalib gəlir. Bugün stent qoyurlar, nə bilim, şuntlama əməliyyatlar eləyirlər və s. İnsan ömrünü uzadır. Bugün hətta genetik tədqiqatlarla Caenorhabditis adlanan bir qurd var. Onun ömrünü orada DNT-də, xromosomlarda telomerazə var. Onun ömrünü 6 dəfə uzatmağa nail olublar. Bu yer gəlmişkən 3 il qabaq səhvləmirəmsə Nobel mükafatı aldı həmin alim, xanımdır. Nobel mükafatı 6 dəfə o telomerazə fermentindən istifadə eləməklə qurdun ömrünü 6 dəfə uzatdı və bu tədqiqatlar düşünürəm ki, insanlara tətbiq eləməyə başlayacaq. Nə olursa olsun, hansı sahə olursa olsun, gələcək elmindir. Yəni elm insanlara xidmət edir, yəni.
əlbəttə insanlara xidmət eləyir. Əfsuslar olsun ki, sadəcə cəmiyyətdə bu cür bu ayaqlara siz dediyiniz o frekansçılar, bu psevdo elmçilər və s. elm insanlarına biraz quru, emosional baxırlar ki, siz ruhsuzsuz və s. və axıra məsələ qalsa onlar bizim doğrudan da insanlar və bəşəriyyət üçün etdiyimiz şeyləri sadəcə gözləyir. Biz deyəndə yəni elm insanları danışmağa və öz işlərini kiməsə izah və sübut etməyə ümumiyyətlə vaxtları yoxdur. Çünki bütün gün laboratoriyadadılar, araşdırırlar və s. Onların işləri onların yerinə danışır. Ona görə də misal üçün cəmiyyətdə kim daha çox danışırsa, o da sanki həqiqət elçisi kimi ortalığa çıxır. Və problem də məhz bunda çıxır. Nə məsləhət görərdiniz bax bizim izləyicilərə ki, bu cür bu yalançı həqiqət elçilərinin şirin sözlərinə aldanmasınlar, öz tənqid təfəkkürlərini necə artıra bilərlər? Yəni hər deyilən sözə, hər verilən yalançı vədlərə və s. kvantum nə bilim nələrdən falan danışırlar. Bunlara inanmamaq üçün nə məsləhət görərsiniz? Baxın, o psevdo elmçilər son vaxtlar elmi terminlərdən istifadə edərək öz fırıldaqçılıq, dələduzluq əməllərini elmi don geydirməyə çalışırlar. Mən ümumiyyətlə insanlara nə məsləhət görərdim? Düşüncəli adam, skeptik olur. Bəli. İnanmır. Faktı gərək onun gözünə soxasın. Bəli. Faktı hətta gözünə soxanda belə baxır ki, bunu deyən kimdir? Bu sahədə təcrübəsi varmı? Yoxsa bunu bilirmi? Baxın, təsəvvür eləyək ki, siz məni çağırmısınız indi bura və mənə kvant fizikasından nələrsə suallar verirsiniz. Mən də nələrsə oxumuşam. Bəli. Amma mən çaşıb qalacağam, çünki bilmirəm, yaxşı bilmirəm. Təbii və mən kvant fizikasından bugün danışıram və mənə kimlərsə inanırlarsa, deməli, onlar skeptik deyillər. Bəli. Yəni, faktı deyəndə bilməlidirlər, bu faktı deyən adamın bu sahədə təcrübəsi varmı, bilirmi, ixtisaslaşıbmı? Bugün elm o dərəcədə inkişaf edib ki, qabaqlar bir dənə can həkimi olurdu və bütün xəstələr gedirdi can həkimi yanına, terapevtin yanına. İndi bölündü sonralardan, nevrologiya ayrıdır. Məsələn, bugün mənim yanıma ürək xəstəsi gələndə deyirəm ki, kardioloqun yanına get. Mən də ürək nə olduğunu bilirəm, amma kardioloq məndən yaxşı bilir. Təbii ki. Xaricdə nə cürdür? Xaricdə da nevroloqdur da öyle, epileptiyoloq ayrıdır, strong, insulta baxan ayrıdır, baş ağrı uzmanı ayrıdır. Tutaq ki, hər Alzheimer'a baxan, hər sahədə elm o dərəcədə inkişaf edib ki, adam öz ixtisasını belə mükəmməl öyrənə bilmir. Və bu günlərim heç bir təhsili olmayan, ixtisası olmayan adamlar özlərini müxtəlif psixoloq kimi təqdim eləyə bilərlər, ekstrasens və s. və həmin oradan-buradan əzbərlədikləri terminlərdən öz dələduzluq əməllərinə elmi don geydirirlərsə və buna inanan varsa, yeri gəlmişkən dünyanın hər yerində bunlar var, dələduzlar hər yanda var, Avropada da var, ekstrasens özünü adlandıranlar və s. Prosto sadəcə olaraq düşünən insan belə adamlara ciddi baxmır. Yəni mən ciddi, hərdən qabağıma çıxanda ötürüb çıxıb getirəm. Amma mən görəndə ki, tutaq ki, Cəlal Şəngör danışır, mən oturub ona qulaq asıram. Ya İlbər Ortaylı baxır, bilirəm ki, bunlar dünyada özünə təsdiq eləmiş insanlardır, alimlərdir və oturub baxırsan. Amma kimsə görəndə ki, mən gələcəyi görürəm, yaxud da əlimdə enerji var, yaxud da astral səyahət elədim. Kosmosa şüa göndərəcəm, kosmosa deyəcəm ki, mənə pul ver, o da mənə pul verir. Bu şeylərə də bir anekdotdur, lətifədir. Çox lətifə kimidir, bəli. Mən çox həqiqətən də zövq aldım bu podkastdan. Sonda izləyicilərimizə məsləhət görə biləcəyiniz bizim bir podkastın bir adətidir ki, hər bir qonaq bir kitab, yəni sizin həyatınıza təsir edən bir kitab və həyatınıza təsir edən bir film varsa, onu məsləhət görərdiniz bizim izləyicilərə. Bəlkə o doğrudan da bizim izləyicilərimizə sizin prizmanızdan yanınızı baxmağa kömək edər. O hansı film və kitab olardı? Film asanlıqla adını çəkə bilərəm. Qızmar Günəş altında belə bir film var. Azərbaycan filmidir. Burada bir həkimin qorxu nəticəsində, təhlükə nəticəsində lal olmuş bir adamın dilinin açmasından gedir söhbət. Onu vurmaq istəyirlər, onun başına cürbəcür şantaj edirlər, nə edirlər? Bilin, baxmısan? Baxmışam, təbii ki. Mənə çox bəxtim gətirib ki, Azərbaycan köhnə retro filmlərinə baxmışam. Mən ona dəfələrlə baxmışam və bəlkə də oradakı olan həkim obrazı bəlkə də mənim idealım olub da, orta məktəbdə olan vaxtlarda da. Yəni, mənim təsir eləyən film budur. Kitab adı deməyə düzü çətinlik çəkirəm. Kitablar çünki təsir eləyən kitablar həddindən çoxdur.
müəllif adları deyim. Olar. Hararini məsləhət görərdim. Hararini, bəli. Yuval Noah Harari. Bədii ədəbiyyatçıyanlar, Aha. Dan Brown məsləhət Dan Brown. görərdim. Bayaq dedim Xalid Hüseyni, Viktor Hugo'nu məsləhət görərdim. Çox sevdiyim bir yaz. Xüsusən Notre Dame kilsəsi. Mən onu 3-4 dəfə oxumuşam onu. Belə bax bunlar. Təşəkkür edirəm sizə. Çox sağ olun, Minnətdaram təşəkkür sizə. edirəm. Ümid eləyirəm ki və əminəm ki, hətta mən özümdə əminəm ki, çünki özüm şəxsən bu podkastdan çox böyük zövq aldım. İzləyicilərimiz də bu podkastdan ən azı beyinlərində olan o bəzi niyə suallarına cavab ala bildilər. Çox sağ olun ki, bizim beynimiz barəsində bizə çox ətraflı və maraqlı məlumatlar verdiniz. Çox sağ olun doktor. Buyurun, sağ olun. Sağ olun. Sağ olun.